Bax, gənclərə maraqlı olan ən çox da idmançılara da bir sual ola bilər ki, Rafael yarışa necə hazırlaşır? Rafael yarışa çox sərt, çox ciddi. Mən öz üzərimdə fiziki, texniki, taktiki bu məşqlərim var mənim. Yəni mən rəqibin hansı əllə yeməyinə qədər fikir verirəm ki, onun əsl işləyən əli hansıdır. İdmançı var ki, sağla yeyir, amma solla vuruşur. Ona görə hər bir şeyi analizi detal izləyirəm və sözsüz ki, döşəyə və tatamiyə çıxanda məndə heç vaxt olmayıb ki, mən uduzacam. Bu ümumiyyətlə mənim menyumda, mənim qanımda, mənim beynimdə belə bir şey yoxdur ki, mən uduzacam. Düzdür, idmandır, hər şey ola bilər. Bu hər bir idmançı fikirləşir. Yəni qorxu isə kim olur olsun, kimliyindən asılı olmayaraq olsun, sonucda ən pisi nədir? Məğlub olmaqdır. İnşallah onun bizə nəsib eləməsin, amma idmandır da, idmançı udar da, uduzar da.